Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə Məmmədoğullar servisin arxasında 3 sotun içində şəxsi inşa olunmuş 3 otaqlı bir həyətimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiyməti videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, gördüyünüz kimi həyətyanı sahəsi var. Burada yaşıllıq salmaq üçün boş torpaq sahəsidir. Gördüyünüz kimi də həyətyanı sahəsinə də əlavə tametdaşlar düzülüb. Rahat həyətinə 200 maşın daxil ola bilər. Demək, evin yan tərəfləri hamısı açıqdır. Zaborun düz, yəni hasarın içindədir. Ev, gördüyünüz kimi hörmətli izləyicilər, baxın, yan tərəflərdə keçmək də mümkündür. Ev birbaşa, yəni hasarın içindədir. Bunu nəzərinizə çatdırım ki, hörmətli izləyicilər, hal-hazırda evdə yaşayış yoxdur. Yüngülvari kosmetik xərcləri var. İndi keçən evin içinə tanış olağım. Buradan daxil oluruq evin içinə. Girən kimi bax, geniş dəhlizi var. Görürsünüz hörmətli izləyicilər. 2 metrdən çox dəhlizdir. 2-20 zad olar. Sol tərəfdə bura kombidir. Otağıdır. Gördüyünüz kimi hörmətli izləyicilər. Bura sanuzel hissəsidir. Təmiri vəziyyətdədir. Kombi sistemlər zaten hamısı qurulub. Burada bir yataq otağıdır, hörmətli izləyicilər. Pəncərələr tam rahat. Evin içinə rahat işıq düşür qabaq hissədən. Burada bir geniş bir yataq otağıdır. Təxmini hardasa 3.80-ın zadın olar, 3.70-3.80. Bir 4.50 zadda olar. Bir 15-16 kvadrat var rahat. Pəncərəsindən də tam rahat işıq düşür. Gördüyünüz kimi hörmətli izləyicilər. Bura qonaq otağıdır. Qonaq otağı da hardasa 3.70-in 6 metrəyə olar. 3.70-3.80-in 6 metrəyə. 20-22 kvadrat var. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərq eləyər. Sonda burada mətbəx hissəsidir. Mətbəx də gördüyünüz kimi qurulub hazırdır. Kombi sistemlər zaten hamısı qurulub. Sadəcə evin içində bir dənə aboyları lazım olsa dəyişmək lazımdır. Bunu da nəzərinizə çatdırım ki, yəni elə bir ciddi xərci yoxdur, yaşayış yoxdur hal-hazırda. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evlər izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti nəzərinizə çatdırım ki, arxivli Biləcərin bələdiyyə sənədi, arxivli sənəddir, kupçaya gedən sənəddir, 110.000 start qiymətdir. Real alıcı olsa endirim olanda birbaşa sahibinə görüşəcək, son sözü hörmətli izləyicilər. Ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.